Yeni mövzumuz bu mövzunun davamı olaraq əqli bəhslərə varid olmaq. İdeoloji mövzular var. Əhkam, firuddin, namaz, oruc. Bir də var ideoloji, tohid, ədl, imamət, nübüvvət, məad. Müxtəlif dəstə firqələrin yaranmasında əsas amillərdən ikincisi müsəlmanlar arasında əqli və ideoloji məsələlərin inkişafı oldu. Məsələn, Peyğəmbərin dövründə Peyğəmbərə sual cavab edirdilər. Peyğəmbər bunların cavabını verirdi. Peyğəmbərdən sonra, Peyğəmbər yox, Əli qəbul eləmirik. Amma bizim zehnimizdə sual var. Kimdən soruşaq? Əli qəbul eləmirik. Peyğəmbər yoxdur. Hə, biz belə bilirik. Bir qrup yığıldı, 10, 15, 100, 1000 nəfər. Bir qrup deyir ki, yox, biz belə bilirik. Siz də qəbul eləmirik, Əli də qəbul eləmirik, Peyğəmbər yox, biz də belə qəbul edirik. Bu bunu ittiham edir, sən şirksən, müşriksən. Bu bunu ittiham edir, sən mürtədsən, müşriksən, yəni bidətçisən. Eyni şeydən ortaya çıxır. Baxın, kök nədir? İmaməti qəbul etməmək. İmamətdən uzaq olanlar bax, hər gün yeni məsələ ortaya çıxmağa gətirib çıxaracaq. Məsələn, kəlam elmi var. Oxumusunuz, Allah aşkına, mən o dərslərim var, YouTube-a qoyuram. Kəlam elmi nədir o? Skolastika. Əqaiddən yuxarı dərsdir, amma çox qəşəng əla dərsidir. Yəni, mütəxəssis olmaq ünvanında məsələ görürəm ki, o dərsdə siz iştirak edin. Deməli, Allahın danışığı necədir? Allah danışır, bəli. Necə danışır? O danışığı barəsində ortaya çıxdı fikirlər. Bu da elə danışır, bu da belə danışır. Bir ittiham edirlər. Allahın bax, bu danışığı barəsində. Bu da nəyə səbəb oldu? İdeoloji amillər, ideoloji baxımdan bu fikirlərin fərqliliyi necə ortaya çıxdı? Bir çox səbəblər var. Məsələn, biri budur ki, İslam sərhəddə genişləndi. Yəni, İslam dininin qəbul edən çoxlu cəmiyyət oldu. İslam dini başqa ölkələrə getdi, sirayət elədi. Orada cəmaət, cəmiyyət halda İslam dinini qəbul etdilər. Orada sual cavab olunurdu. Ay müsəlmanlar, biz falan dinin nümayəndəsi olmuşuq, İslam dinini qəbul etmişik. Allah nə cür danışır? Bunlar baxırlar, kimdən soruşur, Əli qəbul etmirik. Özləri bir hoqqa çıxartdılar. Hər bir dəstəsi özləri bir fətva verdi. Və yaxud da Peyğəmbərin dövründə hiss olunmur. Çünki Peyğəmbər özü onu cavablandırırdı. Elə ən böyük mötəbər mənbə Peyğəmbər etdi. Ortaya çıxdığında mənbələr. Sonra məsələn, ortaya məsələ çıxmışdı, müsəlmanlar inkişaf etmiş mədəni xalqların ünsiyyətdə olması. İkinci səbəb ki, ideoloji amillər, suallar ortaya çıxdı. Birinci, İslam ərazisinin genişlənməsi, oradan olan suallar, axınlar İslam dininə. Və ikinci, müsəlmanların inkişaf etmiş xalqlar var idi. Məsələn, filan ölkənin nümayəndəsi. Orada ünsiyyətləri var bunların. Ya ticari, gediş var idi. Yavaş-yavaş suallar bunları soruşurlar. Bunlar cavab bilmirdilər. Əldən soruşmurdular. Çünki paxıl idi ələ qarşı. Yəni, neyləyək? Bir söz deyirlər ki, hə, budur. Üçüncü, İslamın fətihlər nəticəsində yeni ölkələrin müsəlman ərazilərinə qatılması. Məsələn, Yunan mədəniyyəti ilə tanışlıq. Və bəzi hallarda olurdu ki, tərcümələr xəliflər arasında yayılmış tərcümə məsələsi. Yunan fəlsəfəsinin tərcüməsi oxuyurlar, baxırlar ki, bu nə deməkdir? Məsələn, filosof, Yunan filosofu bir şey yazır varlıq barəsində, mahiyyət barəsində. O adlar mahuvə. O adlar mahiyyət. Yaxşı, yəni necəlik. Mahuvə, yəni ki, mahiyyət. Demişən də mafua nədir? O ki, aparlar cənazəni. Nədir mafua? Yəni mafiha. 3 sözdür. O şey ki, orada var. Orada olan nəlik, necəlik, forma, mahiyyət, yəni ki, necəliyi, forması. Yəni, məhuvə, nədir o? Mahiyyət sözü, qısa forması mahuvədir. Yəni, bu, Allahın vücudu fəlsəfədə bəhs olunanda müsəlmanlar düşlər çaşbaş qaldılar. Ki, bunların bu fəlsəfə belə bir fikirləri var. Hası haqdır. Yəni, nə ilə özlərindən fikri ortaya çıxartdılar. Ortaya çıxartdılar fikirlər bölüşdü. Əşərilər. Mötəzilələr, əhl-i hədis oxuyacaq. Əşəri, əhl-i sünnən bizim deyil, şiənin deyil, əhl-i sünnənin bir qolu da ideologiyada. Əhkamda yox, Hənəfi, Həmbəli, Maliki, Şafii əhkama aiddir, oxuyacaq.
Amma Əşəridir, Mü'təzilədir, Əhl-i Hədisdir, nədir? Bunlar aiddir ideoloji mövzulara. Yaxşı. Əşəri bir dəfə fikir ortaya qoydu. Bir də bunun qarşısında var Mü'təzilə. İndi hal-hazırda Əşər də var, Mü'təzilə də var, ikisi də sünnidir. Bir-birini qəbulləmirlər əqaid mövzularında. Bu kimi məzhəblər ortaya çıxdı ideoloji mövzuların fərqliliyi baxımından. Bu da bir bəhs.